Hər birinizə salam. Bilirsiniz, fərdi inkişafı bir səyahət kimi düşünə bilərik və hər yaxşı səyahətin nəyə ehtiyacı var? Əlbəttə ki, bir yol xəritəsinə. Bax, bugün biz məhz o xəritəni cızacağıq. Özünüzü təkmilləşdirmək üçün ən praktiki yolları birlikdə kəşf edəcəyik. Yaxşı, bəs hardan başlayaq? Tam potensialımızı ortaya çıxarmaq üçün ilk addım nə olmalıdır? Bilirəm, bu sualın özü belə bəzən adamı biraz qorxuda bilir, hətta çaşdırır. Amma heç narahat olmayın, çünki biz bu yolu addım-addım birlikdə gedəcəyik. Baxın, hər şey başdan başlayır. Daha doğrusu beynimizdən, yəni düşüncə tərzimizdən. Həqiqi və qalıcı inkişafın təməli məhz daxilimizdə qurduğumuz bu bünövrədir. Gəlin bir anlıq öz daxili səsimizə qulaq asaq. Çox vaxt o səs belə pıçıldayır, elə deyilmi? Mən bunu bacaramaram, mən yetərincə yaxşı deyiləm. Bu bizim ən böyük əngəlimizdir. İndi isə gəlin bir də sağ tərəfə baxaq. Fərqi görürsünüz? Mən bacararam, çünki hər gün öyrənirəm. Ya da səhv etdimsə, deməli nəsə öyrəndim. Növbəti dəfə daha yaxşı olacaq. Bax, əsl güvən məhz buradan başlayır. Unutmayın, daxilimizdəki söhbəti dəyişən kimi çöldəki reallıqda dəyişməyə başlayır. Və baxın, bu fikir çox önəmlidir. Uğur heç də anadan gəlmə istedaddan asılı deyil. Əsas məsələ səy göstərmək və inadkarlıqdır. Yəni, sizin nə qədər istedadlı doğulmağınız o qədər də önəmli deyil. Əsas odur ki, başladığınız işi sona çatdırmaq üçün nə qədər qətiyyətli, nə qədər israrlısınız. Yaxşı, bəs bu özgüvəni necə yaradaq? Bir neçə super sadə, amma çox effektiv yol var. Birincisi, kiçik addımlarla başlayın. Real, əlçatan hədəflər qoyun. Hər kiçik qələbə, bilirsiniz, o növbəti addım üçün yanacaq kimidir. Sonra bədən diliniz. Sadəcə çiyinlərinizi düzəldib dik durmaq belə, beyninizə anında hər şey qaydasındadır siqnalı göndərir. Mütləq yeni bir şeylər öyrənin. Çünki bilik güvən gətirir. Və sizi ruhlandıran, dəstəkləyən insanlarla vaxt keçirin. Və bəlkə də ən vacibi, xahiş edirəm, özünüzü başqaları ilə müqayisə etməyin. Hər kəsin öz yolu, öz sürəti var. Okey, beynimizi, düşüncələrimizi hazırladıq. İndi nə lazımdır? Hərəkətə keçmək üçün doğru alətlər. Və bu alətlərdən bəlkə də ən vacibi vaxtı düzgün idarə etməkdir. Yəqin ki, 80-20 qaydası haqqında eşitmisiniz. Fikir inanılmaz dərəcədə sadə, amma bir o qədər də güclüdür. Deməli, sizin əldə etdiyiniz nəticələrin təxminən 80%-i əslində göstərdiyiniz səylərin cəmi 20%-dən gəlir. Bu nə deməkdir? Məsələ daha çox işləmək deyil, məsələ o doğru 20%-i tapıb bütün enerjini ora yönəltməkdir. Gəlin bir anlıq düşünək, sizin həyatınızda o ən böyük nəticəni verən 20%lik fəaliyyət nədir? Yaxşı, bəs o vacib işləri digərlərindən necə ayıraq? Bax, bunun üçün möhtəşəm bir alət var, Eisenhower matrisi. Bütün işlərinizi 4 qutuya yerləşdirirsiniz. Birinci qutu, həm təcilidir, həm də vacib. Bunları dərhal edin. İkinci qutu, bax, bura çox diqqət edin. İşlər vacibdir, amma təcili deyil. Sizin əsl inkişafınız məhz bu qutudadır. Bunları planlaşdırın. Üçüncü qutu, təcilidir, amma vacib deyil. Bacarırsınızsa bu işləri başqasına həvalə edin. Və sonuncu qutu, nə təcilidir, nə də vacib. Onları heç düşünmədən siyahıdan silin. Heç olubmu ki, bir işə başlamaq istəyirsiniz, amma fikriniz daim yayınır. Bax, belə anlar üçün Pomodoro texnikası əsl xilaskardır. Bir tapşırıq seçirsiniz, taymeri qurursunuz 25 dəqiqəyə və o 25 dəqiqə ərzində ancaq o işlə məşğul olursunuz. Telefon yox, sosial media yox, heç nə. Zəng çaldı, super. Özünüzü mükafatlandırın, 5 dəqiqəlik fasilə verin. Bunu 4 dəfə təkrarladıqdan sonra isə özünüzə daha uzun bir istirahət verin. Bu texnika əslində beyninizi fokuslanmağa öyrədən bir məşqdir. İndi isə gəldik mənim ən sevdiyim üsullardan birinə. Mark Twain'in çox məşhur bir sözü var, deyir ki, səhərlər duran kimi ilk işin canlı bir qurbağanı udmaq olsun. Onu elədikdən sonra arxayın ola bilərsən ki, günün qalanında bundan daha pis heç nə başına gəlməyəcək. Yaxşı, narahat olmayın, hərfi mənada demir. Bəs bu əslində nə deməkdir? Bu qurbağanı ud texnikasıdır. Sizin o qurbağanız nədir bilirsiniz? O iş ki, bütün gün beyninizin bir küncündə oturub sizi narahat edir, təxirə saldıqca daha da böyüyür. Bax o. Texnika deyir ki, günə məhz o işi görməklə başla. Onu aradan qaldıran kimi bir anda elə bir yüngüllük, elə bir enerji hiss edəcəksiniz ki, günün qalanı sanki axıb gedəcək. Deməli, baxın, artıq düzgün düşüncə tərzimiz var, vaxtımızı idarə etmək üçün də super alətlərimiz. İndi bütün bunları bir yerə yığıb, konkret bir məqsədə, məsələn, karyera qurmaq kimi böyük bir hədəfə necə tətbiq edə bilərik, gəlin ona baxaq. Karyera yüksəlişini bir pilləkən kimi təsəvvür edin. Heç kim bir gecədə zirvəyə çatmır, elə deyilmi? Bu, addım-addım, pillə-pillə qalxmaqdır. Hər pillə yeni bir bilik, yeni bir bacarıq, yeni bir təcrübədir. Və ən əsası, bu davamlı bir prosesdir.
Və bilin ki, müasir dövrdə iş axtarmaq artıq sadəcə CV göndərmək deyil. Bu, stratejik bir yanaşma tələb edir. İlk növbədə özünüzü tanımalısınız. Mən nə istəyirəm? Hansı sahədə güclüyəm? Sonra təsirli bir CV hazırlamaq, müsahibələrə hazırlaşmaq. Bütün bunlar əslində bizim danışdığımız fərdi inkişaf səyahətinin bir hissəsidir. Çünki öz dəyərini bilmək və bunu başqalarına təqdim etmək inkişafın özüdür. Yaxşı, gəlin indi bütün bu danışdıqlarımızı bir yerə yığaq. Bütün bu parçaları birləşdirib ilk addımı atmağa hazırlaşaq. Baxın, bütün bu məsələnin əslində çox sadə bir formulu var. Hər şeyin əsası olan doğru düşüncə tərzini götürürük, üstünə effektiv alətləri əlavə edirik və bütün bunlara aydın məqsədlərə yönəldirik. Nəticə nə olur? Bəli, nəticə inkişaf olur. Davamlı, dayanıqlı inkişaf. Bu üç element bir-birinə bağlıdır. Biri olmadan digəri tam işləmir. Beləliklə, söhbətimizin sonuna gəldik. Amma əslində bu bir son deyil. Sizin üçün yeni bir başlanğıcdır. İndi söz sizdədir. Bütün bu danışdıqlarımızdan sonra bugün, elə indi özünüz üçün atacağınız o ilk, bəlkə də kiçik, amma çox vacib addım nə olacaq?